İnşallah bugün güvən izahlarına baxırıq. Deməli, başlayaq birinci sualdan. Birinci sualımızda bizə deyir ki, başlanğıc zaman anında cisimlər arasında 40 metr məsafə var idi. 5-ci saniyənin sonunda onlar arasındakı məsafəni hesablayın. Əvvəldə başlayanda onsuz da 40 metr var idi. Yaxşı, indi biz baxaq ki, 5-ci saniyənin sonunda, yəni 5 saniyə ərzində bunlar arasındakı məsafə nə qədər oldu? Uşaqlar, birinci cismin getdiyi yol budur. Onun gibi biz burada hatta qalan fiqurun sahəsini hesablayırıq. S1. S1'imiz nə qədər olacaq? Deməli, bir oturacağımız 2, digər oturacağımız 6'dır. Daha doğrusu 10'dur. 2 plus 10 bölürük 2'yə, vururuq hündürlüyünə. Hündürlüyümüz nə qədərdir? 5'dir. Vurduq 5'ə. O elədi 30. Gəlin indi S2'yə baxaq. İkinci figurda nədir? Altda qalan fiqurun sayısı. Uşaqlar baxın. 5 10'u. Bu da elədi 50. Yaxşı, hal-hazırda bu iki fiqur eyni istiqamətdə hərəkət elədiyinə görə bunlar arasında qalan deməli bizdən əgər məsafə, ümumiyyətlə bunlar arasındakı məsafə bunların sahələrinin fərqidir. S2'dən çıxaram S1'i eləyər 20 metr. Deməli, hal-hazırda 5 saniyə sonra bunlar arasındakı məsafə nə qədər oldu? 20 metr. Bayaqda neçə metr var idi? 40 metr. Onda ümumilikdə neçə metr məsafə oldu? 60 metr oldu. 32-ci sualda bir düz xətt boyunca yönəlmiş ədədi qiymətləri bu qədər olan 3 qüvvə tətbiq olunub. Bizdən bu qüvvələrin əvəzləyicisinin ən böyük və ən kiçik qiymətini istəyir. Uşaqlar, ən böyük yanlış odur ki, kiçik qiymət deyən kimi siz gedib 0 götürürsünüz. Axı birinci yazmalısan. Bax, deyir ki, üçü də eyni bir düz xətt üzərində. Bir düz xətt boyunca yönəlib. Ən maksimal olması üçün gərək bunların üçünün də eyni istiqamətdə yönələ. 5, 4, 3. Toplayanda neçə eləyəcək? 12. Bunları sildik. Qaldı ABC. Bu məlum məsələ. Yaxşı, ən kiçik olması üçün nə olmalıdır? İkisi bir tərəf olmalıdır. Biri digər tərəfə. Məsələn, fikirləşək 4 ilə 5 sağadır. Yəni 9. 3 isə soladır. Bu elədi neçə əvəzləyici? 6 elədi. Gəl baxaq, bəlkə bundan da kiçiyi var. İndi isə belə eləyək. 5 ilə 3'ü toplayaq. 8. Məsələn, bu tərəfə doğru 8 olsun. 4 isə bu tərəfə qalsın. İndi əvəzləyici neçə oldu? 4 oldu. Bayaq 6 olmuşdu əvəzləyici, indi 4 oldu. Yaxşı, bir cür də hesablaya bilərik. İndi 4 ilə 3'ü hesablayaq. 7 olsun bu tərəfə. Digəri nə qaldı? Bu ikisini hesabladımsa bir dənə qaldı 5. Uşaqlar, 7-dən 5'e çıxanda qalır 2. Deməli, əvəzləyici ən kiçiyi neçə ola bilirmiş? Səndəmi 2 ola bilirmiş. Yəni 4-dən də 6-dan da kiçiyi neçəymiş? 2 imiş. Həmişə diqqətli olun. Yəni, əgər məsəl üçün bu 7 Newton olsaydı, sən onda deyərdin ki, bu 3'dür, bu 4'dür. Bu ikisini bu tərəfə doğru toplasam 7, bu biri də 7'dir. Onda çıxılanda əvəzləyici qalacaq 0. O başqa məsələ. Axı burada elə olmur. Görürsünüz uşaqlar, 3 ilə 4'ü topladım 7, bu tərəfdə də bir dənə 5'imiz var. Əvəzləyici nə qədər qaldı? 2 qaldı. Yəni ən kiçik 2 ola bilir. Daha sonra bu sualda çox səhv edirsiniz uşaqlar. Çəki sükunətli olanda çəkimiz 600 Newton idi. Yəni mj bərabərdir 600'ə. Aha. Onda kütləmiz neçəymiş? M 60 imiş. Bizə deyir ki, aşağı istiqamətdə 2 tərzindən düşəndə. Onda mən nə yazıram? Çəki bərabərdir. M vurulsun, yəni 60 vurulsun. J 10 minus A. Adı neçədir ki? 60, bu da eləyir 8, 6, 8'in 48, deməli elədi 480. Nə oldu? Bayaqları sükunətdə 600 idi, indi oldu 480. Neçə oldu? 120 Newton azalmış oldu. Gəldik 34-cü suala. Tarazlıqda olan çəksizliyin qüvvədə neçə qazanc verir? Qüvvədə qazanc bu deməkdir. Bu mj'dir. Böyük qol neçədir? 1, 2, 3, 4, 5, 6. Kiçik qoldan 2. Neçə dəfə böyükdürsə, qüvvədə o qədər dəfə qazanc var. 6'nı 2'yə bölürsən, cavab elədi 3. 35-ci sualımızda. Daha uşaqlar, biz dayağa qədər qoldan danışırıq. Siz bunu hesablaya bilməzsiniz. Çəkidən dayağa qədər bu qədərdir, mj'dən
F-dən də dayağa qədər qol bu qədərdir. Все da siz gəlib buradakı qola heç baxmamalısınız, saymamalısınız onu. Daha sonra biz bilirik ki, düsturumuz x bərabərdir. X maksimal sinus omega t. Onda baxmalıyıq, omeganı harada düz verir bizə. 2 pi bölünü keçməmişik, bunları bilmirik biz. Nü bölünsün 2 pi deyə bir şey yoxdur. 2 pi nü var, 2 pi nü var. Aha, sadəcə olaraq burada x maksimal 2 pi nü sinus t'dir. Amma biz deyirik ki, necə olmalıdır? X maksimal sinus omega t. Yəni sinus sonra omega, yəni bu omegamızdır. Daha sonra t'miz olmalıdır. Hansı fiziki kəmiyyətin vahidi beynəlxalq sistemdə əsas vahidi? Təbii ki, maddə miqdarı, yəni nü vahidi də nədir? 1 moldur. Gəldik, sabit temperatur. Doyan buxar. Uşaqlar, doyan su buxarından danışırsa, kralımız kim idi bizim? Temperatur idi. Temperatur konstantdırsa, nələr konstant olacaq? Ona tabi olanlar kimlər idi? P-Rho'nun konstant olacaq. Bizdən kütlə istəyir. Kütlənin düsturunu yazırsınız. M bərabərdir Rho-V. Biz dedik Rho konstantdır. Onda kütlə ilə V necə asılı olacaq bir-birindən? Düz mütənasib asılı olmuş olacaq. 38-ci sualda sadəcə olaraq sərtliyin düsturunu istəyir. O da S-yə bölünsün. L sıfırdır. Gəldik 39-cu suala. Bizə deyir ki, nöqtəvi kübür yükün K nöqtəsinə yaratdığı sahə 20 milli nanoklondur. Nano bölünsün klon. Newton bölünsün klon, üzülü sayın. Nöqtəvi 1 və 2 yüklərini K nöqtəsinə yaratdığı yekun sahənin intensivliyini modulunu hesablayın. Baxaq, uşaqlar fikir verin, ikisi də müsbətdir. Deməli, birincidə Y1-imiz birdən çıxacaq, bu istiqamətdə yönələcək. Y2-miz isə çıxacaq, bu istiqamətdə yönələcək. İndi gəlin hesablayaq. Əvvəlcə Y1-i hesablayırıq. Y1 bərabərdir K Q1, yəni 2 küp bölünsün. Məsafəmiz nədir birincidə? 3 dənə məsafədir. 9 dənə f kvadrat. Bərabərdir neçəyə? 20-yə. Onda mən əgər buradan bunları ixtisar yaparsam, alaram K Q bölünsün 9 dənə f kvadrat bərabərdir 10-a. Və yaxud da K Q bölünsün f kvadrat bərabərdir neçəyə? 90-a. Daha sonra baxaq. Deyir ki, indi gəl ikincini hesablayaq. Y2-ni hesablasam mən buradan. Y2 bərabərdir. K vurulsun Q2. Q2-miz sadəcə Q-dür. Bölünsün f kvadrat. F-imiz də məsafə 1-dir, sadəcə f kvadrat. Onda bu neçə eləmiş oldu? Elə birbaşa K2 bölünsün f kvadratı biz baxmışdıq ki, bayaq 90 idi. Deməli, Y2-miz 90-dır. Y1-imiz isə bizə neçə vermişdi? Özü 20 vermişdi. Y1-i özü bizə 20 vermişdi. Sadəcə biz oradan K2 bölünsün f kvadratının neçə olduğunu tapdıq. Y2-ni də tapdıq ki, 90-dır. Onda bunlar əks istiqamətdə yönələndə biz deyirdik ki, qüvvələrdə olduğu kimi çıxırdı. Ona görə 90-dan 20-ni çıxanda qaldı 70. Gəldik 40-cı suala. Sabit gərginlik mənbəyinə qoşulmuş deyirsə, o konstantdır. Onda bizdən nə istəyir? Yükü. Q bərabərdir SU. Uşaqlar, U konstantsı U yerində qalmalıdır. Sadəcə S-nin yerinə epsilon 0 S bölünsün D yazarsınız. Bu da necə asılı olacaq? Tərs mütənasib asılı olmuş olur D-dən. Daha sonra baxırıq 41-ci suala. Uşaqlar, 41-ci sualda görürsünüz ki, ardıcıl birləşmədə. Ardıcıl birləşmədə nələr konstantdır? I konstantdır. Onda biz baxır, üzülü sayın. Burada bizə nə verir? Aha, düzdür değil mi? I konstantı, doğrudur. Yaxşı, biz daha sonra nəyə baxırıq? Gərginlikləri müqayisə edirik. Biz bilirik ki, cərəyan şiddəti sabit qalanda gərginlik deməli necə asılı olacaq? Baxaq. U bərabərdir, I vurulsun, R şəklində yazarıq. İ'lər konstantdır, U R'dən düz mütənasib asılıdır. Şola fikir verin. 2 ilə 3 bərabərdir. Burada da bərabər götürəcək. Sadəcə 2 ilə 3 2 dənə 1-ə bərabər olacaq. Çünki R 2, 3 birincidən 2 dəfə böyükdür. Ona görə biz cavabı nə götürərik? C variantını almış olaraq. Daha sonra bu sualda biz bilirik ki,
Lorentz qüvvəsi. Lorentz qüvvəsi bizim sol əl qaydamızdır. Ovucumuzun içini bura tuturuq ki, bu induksiya vektorları gələn induksiya vektoru ovucumuzun içine daxil olsun. Ona görə də biz 4 barmağımızı mənfi düdüyə sürətin əksinə tutarıq. Onda bizim baş barmağımız hansı istiqamətdə olacaq? Bu istiqamətdə olmuş olacaq. Baxın, təsəvvür edin, əlinizi bu formada tutursunuz. Ovucunuz ekrana baxmalıdır. Bu da eləyəcək bizim A variantımız. 40-cı sualda uşaqlar şəkil düz düşməyib. Bunun orijinalında baxdım. Bax, şəkil bu şəkildə olmalıdır. Ona görə də biz deyirik ki, elektrik hərəkət qüvvəsinin düsturu delta fi bölünsün delta t'dir. Bu da bərabərdir. Delta fi'miz 20'dir. Delta t'miz 5'dir. Bölürük 4 millivolt eləyir. Daha sonra gəldik 44-cü suala. Uşaqlar, bizə Q'nu verib, induktivliyi hesabla deyir. Bir də enerjini verib. Uşaqlar, biz bilirik ki, Q'dən törəmə alsaq, bizə cəryan şiddətini verəcək. Deməli, W bərabərdir. Li kvadrat bölünsün ki, biz buradan L'i tapmalıyıq. L bərabərdir 2 dənə W bölünsün i'nin kvadratı. O da bərabərdir 2 vurulsun. W'miz neçədir? 8'dir. i'miz 4 idi, kvadratı da 16. Bu da eləyəcək cavabımız 1 Henry. 45-ci suala baxırıq uşaqlar. İşıq şüasının sınma bucağını hesablayın. Sınma bucağı hansı bucaqdır? Uşaqlar, bax bu düşmə deməli düşən şüadır, onda düşmə bucağı budur. Bu sınav şüadır, sınma bucağımız da bura olacaq. Bizə bura lazımdır. Baxaq, əgər bura 30'dursa, bura qalacaq 60. 60 dərəcə. Uşaqlar, bu 180 dərəcədir. Onda bu hissəyə neçə qalır? 120 qalır. Bura 120. Daha sonra bura 120'dirsə, fikir verin. Buradan qırmızı ilə çəkirəm. Buradan bura qədər 180 olmalıdır. Bu qədər yerdə 120 var. Bir dənə də burada 20 var. Elədi 140. Onda bura nə qədər qaldı? Sadəcə qaldı 40 dərəcə. Yəni bu sırf riyaziyyatla da həll olan məsələdir. 46-cı sual. Biz həmişə bilirik ki, tezliklə dalğa uzunluğu tərs mütənasib asılı olur. Gəldik 47-ci suala. Açıq rəqs konturunda kondensatorun tutunu 4 dəfə artıranda dalğa uzunluğu necə dəyişir? Uşaqlar, biz bilirdik ki, S bərabərdir VT düsturundan. Biz yazırdıq, lambda bərabərdir dalğa üçün. Özdə bizə əgər homogeniz sahəsinin arası S vurulsun T olacaq. O da bərabərdir. S vurulsun. T'nin yerinə biz yazırıq Thomson düsturu. 2 pi kök altında L'si. Deməli, tutumla kök altı asılıdır. Əgər bu 4 dəfə artıbsa, bu özü 2 dəfə artmış olacaq. Daha sonra baxırıq 48-ci suala. Saxlayıcı gərginliyin verilmiş metalın səthinə düşən enerjiden asılı qrafiki necə olur? Uşaqlar, gərginliyin enerjiden asılı qrafikini biz əzbər bilirik ki, müəyyən bir qiymətdən, yəni müəyyən bir çıxış işi və yaxud da bizdə burada deyə bilərik ki, H minimaldan müəyyən bir qiymətdən başlayırdı artmağa düz mütənasib olaraq. 49-cu sual. Katod üzərinə enerjisi bu qədər olan işıq şüası düşür. Anoda çatan elektronların maksimal kinetik enerjisi buradan gələn 9 elektron volt idi. Bu 9'un 4'ü Y-kinetikə getdi. Saxlayıcını da verib ki, bizə 3'dür. Bizdən çıxış işini hesablamamızı istəyir. Şoğlanda mən neyniyərəm? Bunu da verib bizə də 4. Bunları toplayarım, çıxaram 9 voltdan. Bu da verər bizə 2 elektron volt. Bizim deməli çıxış işimiz 2 elektron volt imiş. Daha sonra deyir ki, bu 50-ci sualda 2 sferası bir sferasını 40 millinewton qüvvə ilə itələyir. Deməli, daha sonra 3 sferasını isə bu qədər qüvvə ilə cəzb eləyir. Yaxşı, baxaq. Deməli, 2 biri 40 newton qüvvə ilə itələdi. Həmin bu 2, 3'ü isə özünə doğru neyinir? Cəzb eləyir. Neçə newtondan? 60 millinewtondan.
Onda sükunət sürtünmə qüvvəsinin qiyməti nə qədər olacaq? Qüvvələr eyni istiqamətdə olduğuna görə toplanacaq 100 mN olacaq. 51-ci sualımız çox sadə sualdır. Ampermetr təbii ki, cərəyan şiddətini ölçür, həm də işlədiciyə ardıcıl birləşir. Ona görə cavabımız 2, 3 olacaq. 52-ci suala baxırıq. 52-ci sualda çoxunuz səhv yazmışdınız. Bu sualda ümumiyyətlə baxaq. Deyir ki, baş fokusu həqiqidir. Biz bilirik ki, baş fokusu həqiqi olan bizim çökük sferik güzgümüzdür. Bunlar ümumiyyətlə əzbər yadda saxlamalısınız uşaqlar. Baxın, fikir verin, həqiqi olmasını necə yadda saxlayırsınız? Bunu çəkin, baxın da. Bax, bu çöküydü, düzdür? Gəldi, neyəcək? Buradan gəlib evdən keçəcək. Amma qabarıqda necə olur? Gəlirdi, dəyirdi bu şua bura, buradan səpilirdi. Ona görə də uzantısı gedib digər evdə kəsişirdi. Bax, bunu bir dənə çəksəydiniz, hər şey həll olmuşdu. 2 getdi digərinə. Daha sonra 3-cü sual. Fokus məsafəsi sferik güzgünün əyrilik radiusunun yarısına bərabərdir. Bu hər ikisində eynidir. Bunun heç bir fərqi yoxdur. Bu bütün linzalarda bu şəkildədir. 4-cü sual. Güzgünün əyrilik mərkəzində olan cisim xəyalı həqiqi tərsinə və özü boyda alınır. Həqiqi xəyal alınan təbii ki, bizim çökük güzgümüzdə olmuş olacaq. Bu da bizim 4. Daha sonra gəldi 53-cü suala. Deyir ki, müddin sındırma əmsalının düşən işığın tezliyindən asılı olmasıdır. Bu nədir? Deməli, bizə nə deyir? Sındırma əmsalının düşən işığın tezliyindən asılı olması. Təbii ki, bu dispersiya hadisəsidir. Dispersiya 4 yazdıq. Daha sonra deyir ki, ağ işığın 300'lü şəffaf şüşə prizmadan keçdikdə ayrıldığı görünən 7 rəngli tərkib hissədir. Biz buna deyirik ki, dispersiyanın spektri. Spektri ayrılır da bir neçə rəngə, 7 rəngə ayrılır. Monoxromatik bir rəngli şua adlandırılan rəngli şuaların ən çox sınan hansıdır? Təbii ki, şualar bənövşəyidir. Daha sonra qırmızıdır. Şualar, niyə unudursunuz bunu? Çoxunuz səhv yazmışdınız bunu. Bənövşəyi ən aşağıda, hatta ən çox bu sınıb. Daha sonra 54-cü sual. 1 və 2 cisimlərinə təsir edən Arximed qüvvələri və suyun göstərdiyi orta təzyiqlər arasında hansı münasibət doğrudur? Bölgülər bərabərdir. Baxaq. Uşaqlar, deməli, təzyiq deyəndə çox vaxtı səhviniz nə idi olur? Götürüb uşaqlar düşünürsünüz ki, bax, buradan suyun səthi 2 damadır. Buradan da 4 damadır. Yəqin ki, bunlar 2 dəfə fərq eləyəcək. Arximed qüvvələri şükürlər olsun ki, biz bilirik ki, Arximed qüvvələri burada bərabərdir. Çünki hər ikisi deməli, tarazlıqdadır. Onlara təsir edən Arximed qüvvəmiz eynidir. Həcmləri də eynidir zaten. Bu şəkildə. Amma biz burada təzyiqdə tamamilə səhv eləyirik. Uşaqlar, axı təzyiq buradan ölçülmürdü. Təzyiq biz neynirdi? Deyirdi ki, cismin olduğu yerdən suyun səthinə doğru. Baxın, burada neçə haşdır? 3 haşdır. Burada neçə haşdır? 1 haşdır. Deməli, 3 dəfə fərq eləyir. Yenə deyirəm, təzyiqdə həmişə olduğun yerdən yuxarı baxmalısan. Daha sonra 55-ci suala baxırıq. Deyir ki, qazın temperaturu neçə Kelvin artar? İşdən danışır. İşin düsturu nədir? Nü, R, delta T. Bizdən delta T'ni istəyir, səhv eləmirəmsə. Delta T'miz nəyə bərabərdir? Delta T bərabərdir A bölünsün 4 kilojoule. Kilo 1000 deməkdir. Yəni 3 0 bölürsən 5 mol deyir. Nünün yerinə 5 yazaram. Evimiz də 8'dir. 8 5'in 40 elədir. Burada cavabımız qaldı 100. Belə suallarda diqqətli olun. 0'ında 1, 10 falan yazmayın. Ona görə ki, cavab səhv gələcək. Çünki kodlaşdırma sualıdır. Gəldi 56-cı sual. 4 saniyədə bu qədər sayda elektron çıxır. Doyma cərəyan şiddəti şualar. İ doymanın düsturu nə idi? Ən asan sualımızdır bu. N-Y bölünsün T. Qutardı. N'imiz 5 vurulsun 10 üstü 18'dir. Elektronumuz 1,6 vurulsun
10 üstü mənfi 19. T'miz də 4'dür. Uşaqlar fikir verin. 18 ilə 10 üstü mənfi 19 gedir. Bir dənə 10 üstü mənfi 1'imiz qaldı. Bu 4 ilə 1,6 getdi. Qaldı burada 0,4. 0,4'ü 5'ə vuraram. Eləyər neçə? 2. 2'nin də 10 üstü mənfi 1'ə vuranda cavabımız neçə eləyəcək? 0,2 etmiş olacaq. Daha sonra baxırıq 57-ci suala. Uşaqlar iti bucaq, düz bucaq, bu da kör bucaq. Deməli, birinciyə aiddir. Əvəzləyici qüvvə müsbət iş görəcək. Daha sonra kinetik enerjimiz deyir dəyişmir, xeyr. Artar olsaydı götürəcəkdim, yoxdur. Gəlin baxaq C'yə. Gördüyümüz iş burada 0 olacaq, C olacaq. Və bundan əlavə nə deyə bilərik burada? Kinetik enerjimiz dəyişmir. Kinetik enerjinin dəyişimi yoxdursa, burada işdən söhbət aça bilmərik. İş 0 olacaq. Deməli, kinetik enerji dəyişməyib ki, iş görülməyib. Daha sonra digərində isə təbii ki, əvəzləyici qüvvə mənfi iş görəcək, çünki kör bucaqdır. Mənfi iş görürsə, kinetik enerjimiz də azalmış olacaq. 58-ci sual. Sürətin düsturudur. Sürətin düsturu 2pi n f bölünsün t şəklindədir. Bunların hamısını yerinə yazırıq. N'imiz nə qədərdir? 5. Vururuq r-ə, 1'ə, bölürük t-yə. 10. 2, 5, 10. Burada da qaldı cavabımız 3. Metr bölünsün saniyə. 59-cu sualda uşaqlar çoxlarımız səhv etmişik. Niyə? I bərabərdir. U bölünsün R şəklindədir. Uşaqlar, U bölünsün sizə 0 dərəcədə 150 dərəcəyə qədər qızdırılma falan deyirsə, deməli R'in düsturu nədir? R0 vurulsun 1 plus alfa delta T şəklindədir. Maraqlı sual idi bu. Uşaqlar, baxın temperatur neyib? 150 dərəcəyə qədər qızdırılıb. Deməli, məxrəc artıbsa, deməli, cəryan şiddəti neynəyəcək? Get-gedə azalacaq. Bizə deyir ki, cəryan şiddətinin temperaturdan asıllığını qurun. Cəryan şiddəti temperaturdan tərs asılıdır. Tərs asıllığı qurmalıyam. Sadəcə uşaqlar bir dənə onu yadda saxlayın ki, burada U bölünsün R0 yerinə biz bir dənə I0 yaza bilərik də. Ona görə də müəyyən bir qiymətdən azalacaq. 60-cı sualda isə proton intensivlik xətləri var. Uşaqlar, diqqətli olun. Əgər burada intensivlik xətti olmasaydı, keçən dəfəki sınavdakı kimi B olsaydı, biz deyəcəkdik ki, burada təsir edən qüvvəmiz nə olacaqdı? 0 olacaqdı. Bu düz xətli bərabər sürətli ya da sükunət halda olacaqdı. Amma intensivlik xətləri dedi deyənə, müsbətdən başlayır, mənfiyə doğru gedir. Proton özü də müsbətdir. Müsbət mənfiyə doğru gedirsə, deməli, necə hərəkət eləyəcək? Yeyinləşən hərəkət etmiş olacaq. Yeyinləşən hərəkətin düsturu nədir? V bərabərdir V0 plus AT-dir. Siz nə edə bilərsiniz? Düstur yazmaq istəsəz, A-nın yerinə biz burada nə yazarıq? F bölünsün M yazırıq da. Düzdür, F-in də yerinə mən burada nə yazaram? Q, Y bölünsün M vurulsun T düsturundan istifadə edərəm ki, daha yaxşı bal versinlər. Hələlik suallarımız uşaqlar bugünlük bu qədər.